2010-cu il mayın 28-də Şamaxı rayon sakini Tahir Məmmədov Abşeron rayon polis şöbəsinə gələrək bir gün əvvəl Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən Holland Aktiv şirkətinin müdirini qətlə yetirdiyi barədə məlumat verib. Bununla əlaqədar istintaq əməliyyat qrupu hadisə yerinə yollanaraq orada bir neçə yerə bölünmüş və yandırılmış cəsəd aşkar edib. Mərhumun İran İslam Respublikasının vətəndaşı Nasir Paşayı olması məlum olub. Abşeron rayon polis şöbəsindən məlumat rayon prokurorluğuna ötürülüb. Yaradılmış əməliyyat istintaq qrupu hadisə yerinə yollanıb. Müəyyən olunub ki, hadisə avtomaşınların işlənmiş ehtiyat hissələrinin satışı ilə məşğul olan Holland Aktiv şirkətinin ofisində baş verib. Abşeron rayon polis şöbəsindən rayon prokurorluğuna Bakı-Sumqayıt yolunun 14-cü kilometrində qətl hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal rayon prokurorluğunun rayon polis şöbəsinin rəisinin rəhbərliyi ilə əməliyyat istintaq qrupu yaradaraq hadisə yerinə getmişik və ilkin araşdırmadan məlum olmuşdur ki, 1959-cu ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş Paşayı Nasir Məsumoğlu uzun illərdir Azərbaycan Respublikasında gəlib işlə məşğul olur və 90-cı illərdən başlayaraq Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində Holland Aktiv adlı şirkət yaratmış və onun şirkəti xarici ölkələrdən işlənmiş maşın ehtiyat hissələrini alıb Azərbaycanda satmaqdan ibarət olmuşdur. Şirkət özü üçün Bakı-Sumqayıt yolunun 14-cü kilometrində ofis baza yaratmışdır. Həm bazalardan ətrafında hörülmüş daş hasar uçduğundan 25 may 2010-cu il tarixdə həmin hasarı təzədən bərpa etmək üçün əslən Şamaxı rayonundan olan 1969-cu il təvəllüdlü Məmmədov Tahir Xan Hüseynoğlunu ora dəvət etmişdir. Cinayəti etiraf edən Tahir Məmmədovun göstərdiyi kimi, şirkətin müdürü 1959-cu il təvəllüdlü Nasir Paşayının meyidi doğranmış və yandırılmış vəziyyətdə bazanın həyətyanı sahəsində sonuncu konteynerin axırında tapılıb. Hadisə yerinə baxış zamanı yanmış ot nümunələri, yarasız hala düşən mobil telefon, xalça və digər əhəmiyyət kəsb edən əşyalar götürülüb. Ofisin qarşısında və içərisində qan izləri aşkar edilib. Orada işlənmiş Tahir Məmmədov sərxoşluqla məşğul olduğundan şirkət sahibi onun sərxoş olduğunu və iş günə görə əlində pivə içdiyini görüb işdən qovub ona sərxoşluqla məşğul olmasını irad tutaraq işdən qovmaq istəmişdir. Ona görə onlar arasında Tahirlə İran İslam Respublikası vətəndaşı arasında mübahisə yaranmış. İlkin istintaqla müəyyən edilib ki, həmin şirkətdə günəmuz bənna işləyən 41 yaşlı Tahir Məmmədov sərxoş halda münaqişə zəminində yaranmış mübahisə zamanı Nasir Paşayıya balta ilə çox saylı zərbələr endirib və sonra meyidini yandırıb. Bundan əlavə, Məmmədov sonuncunu həyatdan məhrum edəndən sonra ona məxsus pul qabından 100 manat götürüb. Bu mübahisədən sonra Tahir əlində tikintidə istifadə edildiyi balta ilə Nasir Paşayın başından vuraraq ayaqlarından tutub hamama çəkmiş və onu meyitini aparıb şirkətin həyətində yandırmaq üçün meyiti əlində olan baltadan və oradan götürdüyü bıçaqdan istifadə etməklə 3 yerə bölmüş və şirkətin ofisindən götürmüş palaza bükərək bazanın həyətində ofisdən 70 metr aralıda yandıraraq meyiti yandırmışdır. Apardığımız istintaqla müəyyən elədik ki, həm də Tahir Məmmədovun Nasir Paşayını öldürməkdə həm də tamah məqsədi olmuşdur. Belə ki, onu öldürəndən sonra cibindən axtarıb, onun cibində olan 100 manat da götürmüşdür. Ona görə də bugün 29 may 2010-cu il tarixdə Məmmədov Tahir Xan Hüseynoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5 maddələri ilə təqsirlənən şəxs haqqında cəlb edilmişdir. Yəni, Tahir Məmmədov tamah məqsədi ilə xüsusilə amansızlıqla qəsdən adam öldürmüşdür.
Abşeron rayon prokurorluğunda Tahir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və 120.2.5-ci tamah məqsədi ilə və ya sifarişlə adam öldürmə maddələri ilə cinayət işi başlayıb. İfadə verən şəxs göstərib ki, ayın 25-dən etibarən o bir nəfər tanışının vasitəsilə şirkətin uçmuş hasarını bərpa etməyə başlayıb. O əvvəl şirkətin rəhbəri olan Nasir Paşaydan gündəlik 30 manat istəyib, lakin sonuncu bu məbləği 10 manat azaldıb və onlar 20 manata razılaşıblar. Ayın 27-sində günorta vaxtı o nahar edərkən təxminən 350-400 qram araq içib və sonra yenə də işini davam etdirib. Axşam saat 19 radələrində müdür gələndən sonra bazanı mühafizə edən Vüsal adlı şəxs Tahir Məmmədova ailə işləri ilə əlaqədar bir neçə saatlıq işdən gedəcəyini və istədiyi halda soyuducuda 1-2 şüşə pivə olmasını deyib. Üçüncü günüydü, ayın 27-si günü. Mən gəldim səhər tezdən, başladım işimi işləməyə. Təmizləyib yığırdım. Saat 3 falan radələrində mənim o evdə, deyəndə ki, orada qalmağa da bir balaca yer var. Vüsal adlı, orada axırandı. Mənə yemək verdi evindən. Yemək verdi, bir araq verdi. Balaca da yedim, içdim. Keçdim gənə öz işimə davam etməyə. Orada qalan axıran yaxınlaşdı mənə ki, bu burada 8 aydır yox idi. Mən gedim, uşağı dedi, çıxardım çöl bayır görsünlər biraz. Neçəyəcən işləyərsən, dedim, getdir, saat 10-a zadacam burada olaram. Mən, yəni ki, mənə etibar eləmiş kimi ki, yəni bu müdiriyyət də buradadır, sən də buradasan, yəni ki, mən çıxa bilərəm də buradan. Bu getdi. İndi getməmişdən öncə qayıtdı ki, meylin çəksə, içəridə xaladeynlikdə pivə var. 2 dənə pivə qoymuşam. Getdim, gedəndən biraz sonra işlədim, elə ki, bir sigaret yandırdım, 3-4 kubik təmizlədim. Sigaret yandırandan sonra pivəni istədim, gedim götürüm. Keçdim içəri, pivəni götürdüm. Gətirdim, bu təmizlədiyim kubiklərin elə ki, 2 çomanın ortasında üz o tərəfə görsəm. Bilmədim o, mən oturdum orada indi bir işdən aralandım da, oturdum pivi içməyə. O səsdən filandan hiss elədi ki, mən işləmirəm, otmuşam. Ya içərdən pivəni çıxardan momentdə gördüm. Mən elə pivəni içdiyim momentdə bu arxadan mənə yaxınlaşıb, sən bura deyir, piyanskalamığa mı, alkaşlığa, sərxoşluğa mı gəlmişsən sən, şərəfsiz? Sən işçi mənə gərək deyil. Get buradan. Böyle get buradan deyə, öz-özünə deyinə gəlib o qalxdığı həmən stoluna oturdu, kreslosu, plasmas. Oturdu, o pəncərə, oradakilər ki, ofisinin pəncərəsinin qarşısında deyil, fərzadır elə ki, o belənçinə, o da arxası pəncərəyə doğru oturub. Elə bir ki, məni həyəcanlı şəkildə məni get, və yaxud da ki, məni çoxdan tanıyırmış, məndən zəhləsi gedirmiş, get buradan, get buradan, dəxil buradan. Dedim, gedim mən bugünkü pulumu, 2 gün işlədiyimin pulunu almışdım. Dedim, mənim bugünkü 20 manatımı da ver, mən gedim. Mənim sənə veriləcək pulum yoxdur. Get. Düz deyim, mənim sənə veriləcək pulum yoxdur. İndi o da mən 20 manat indi. İndi 20 manat da mən gəlib onu evə aparmaq üçün gəlmişdim də. Get deyər, çıxıb gedərim. Girdim içəri mən əynimi dəyişməyə. Oradan əlimdə də balta ilə gəlmişdim. Hərdən o balta suya qoydum, biraz dəmir şişsin, tutsun taxta. Keçdim içəri, indi mən düz deyib çıxıb gedim. Mən evdəkini gedib başa sala bilməyəcəm, axı dedi, get. Mən də çıxım gəldim. Evdəki devamlı rafı. Mənim çox dəfələrlə evdə elə mübahisəm olub, qonşumuzda 29-cu bölməyə ki, evdə eşi yoxdur da pul. Müdürün təhqir edici sözləri Tahir Məmmədova pis təsir edib. O, paltarlarını dəyişən an pəncərənin qarşısında oturan Nasir Paşayıya balta ilə ardıcıl 3 zərbə indirib. Sonuncu bundan sonra taqətsiz hala düşüb.
Məmmədov çölə çıxıb və mərhumu sürüyərək içəridəki otaqlardan birinə gətirib. Sonra o meyidi gizlətmək barədə düşünüb. Onu həyətdə olan arabaya yerləşdirmək cəhdləri boşa çıxıb. Bu səbəbdən cəsədi bıçaq və baltadan istifadə etməklə bir neçə yerə bölüb. Onu palaca bükəndən sonra arabaya yerləşdirib və meyidi şirkətin həyətində olan konteynerlərin axırına apararaq yandırıb. Nəsə belə beynim çöndü. Əlimdə paketdə bu paltarlar, əynimdəki paltarlar idi. Özüm robotik formada. Nəsə buna belə nifrət məndə, nəsə belə. O gecəki ağlım məndən biraz uzaqlaşdıqca başladım peşman olmağa. İçərdən çölə vurdum onu. Təpəsindən doğru. 1, 2, üçüncünü vurdum. Oturduğu o şeydən, stoldan sallanmış kimi elə əli yerə çatacaq qədər belə sallanırdı. Çıxdım içərdən, ayağından tutum, sürüdüm. Ofisə girişi ilə üzbəüz hamamın qapısıdır. Sürüdüm, saldım onu hamama. Çıxdım çölə biraz. Onu dartanda eləyəndə biraz həyəcanlı idim. Ürəyim döyüntüsündən özümü saxlaya bilmirdim. Daş baltasını götürdüm, qoydum belə hamamda. Getdim, əl arabasını gətirdim ki, onu çıxardım oradan. Arabaya qaldırıb qoya bilmədim. Elə ki, baş tərəfini qoydum, arabanın arxası qalxdı. Belə ki, arabanı qoydum, qırağa çıxdım. Bıçaq deyəndə ki, iti bir şey fikirləşdim ki, girim o əl damına, orada instrumentlərdən bir şey tapım, iti. Əlimə atdım, bıçaq tapdım orada. Gəldim, bıçaqla başını kəsdim. Balta ilə sümüyün vurdum. Belini ayırdım. Qaldırıb yenə arabaya qoya bilmirdim, sürüşür mənim. Özüm dəsirdim. İçəri girəndə sağda otaq vardı, göy palatka vardı orada. Palatkanı götürdüm ki, bəlkə yekə bir şoxzad olar. Gördüm ya, açığı yekə şeydi. Altında qara zibil paketi zadı falan gördüm. 3 dənəsini götürdüm. Saldım paketə, attım arabaya. Paketi arabaya. 3-cü paketə də onun ayaqqabısıdır, filanıdır, şalvarıdır. Zaten attım onun üstünə. Onu çıxartdım ofisdən. Çıxartdım ofisdən, tam çölə çıxarmadım. Qapını, ofisin çölə doğru qapısını içərdən bağlamışdım. İçərini sildim. Tuşu qoşdum, tuşla içərini sildim. Əlimi ayağımı yudum. Yüzümü, gözümü yudum. Çıxartdım onu, həyəti təmizləməklə ondan qabaqçı gün məqsədini orada saralmış ot-motzad vardı, dedi, bunları yığarsın. Onları yığmışdım, konteynerləri var. Elə ki, konteynerlərin ofisə doğru yox, axırıncısı. Onun arxa tərəfdən divarla küncünə aparıb tökmüşdüm ora. Getdim, otu belə eşələdim o yan yana. Araba ilə boşaltmaq olmur axı. Azaltdım otu, attım sağa sola. Boşaltdım otların üstünə. Spişkan vurdum. Spişkan vurdum, gəl ki, mən nəsə, gəl ki, indi bu ağlımla nəsə fikirləşmişəm də, nəsə bunu yandıracam, izitəcək, nə olacaq? Mən onu yandırdım, saman, quru saman gördüm, qalxır göyə. Qalxır göyə, oralarda da adam insan dayanır, görürsən, yol ətrafı, yolsan, maşın sağ. Adam olmasa da maşın zad gedir. Qaçdım o su çəkilən yerdən, zabur aşan yerdə gölmə çapasındır. Oradan yetirəni attım, yarısından biraz yuxarı su yığıb gəlirdim, gördüm qapı döyülür. Qapı döyülsə də plastikdir, oradan səs, ay Vüsal, orada qalan əxrəni saxırırlar. Vedranı qoyub gəldim, yaxınlaşdım qapıya ki, nədir qardaş? Vüsal, Vüsal yoxdur, gedib gələcəm, arvad uşağını aparıb, çöl bayra, gəzməyə. Dedi, nə yandırmırsan orada? Alov qalxır gedir, dedim, söndürürəm. Gəldim, əlimdə gətirdiyim vedrəni yarı yolda qoymuşdum. Onu boşaltdım, getdim ikincisini. Belə səpirdim, hardan alov çıxır səpirdim. Söndü belə, tüstüsü elə belə, beşərə tüstüsü filanı var. Şirkətin mühafizəçisi gələndən sonra Tahir Məmmədovdan müdirin harda olmasını soruşub. Sonuncu isə cavab olaraq Nasir Paşayının öz maşınını burada qoyaraq yanına gələn yoldaşlarla digər avtomaşınla getdiyini deyib.
Daha sonra o Vüsalla sağollaşaraq Yasamal rayonunda yaşadığı evə gəlib. Səhərsi gün Tahir Məmmədov yenidən iş yerinə gedib və mühafizəçiyə şirkətin müdirini öldürdüyünü etiraf edib. Daha sonra taksiyə minərək könüllü Abşeron rayon polis şöbəsinə gəlib və polis nəfərinə yaxınlaşaraq adam öldürdüyünü bildirib. Zəng gəldi mənə. O Vüsal, orada qalan axıran ki, gəl qapını aç. Onlar qapını döyülmüş. Mən bu vəziyyətdə, hissiyatımda mən qapı nə bilirəm ki, qapı döyülür. Gəldim, açdım qapını. Nasir getdi. Ya buradadır. Maşın çöldədir. Deməli, Nasir maşını burada qoydu, getdi. Dedi, bəs mən gedirəm, adam var. Mən onlarla, yoldaşlarla görüşəcəm. Maşını gəlib aparar. Dedim, Vüsal, istəyirsən maşını salaq içəri. Çöldə qalmasını çox belə pis saxlayıb. Biraz arxası yola doğru biraz çox çıxıb. Maşının açarını götürüb, elə xalastı eləyib, onu itələyib, içəri, darvazadan içəri salıb. Ha, qardaş, Allah köməyin olsun, mən gedeyim. Ha, geçdim. Elə üzümə ayağımı yumuşdum, əlimi yaxaladım, biraz əşya işıya vurmuşdum, əlimi yaxaladım, qaçdım. Elə o əldamında, qaranlıqda. Çünki bu qaranlığı idi, qapının ağzı. Oradan da qaçdım əldamla ki, ofisə gələcəm, ofis işıqdır. Sonra mənim əynimdə paltarı görməsin. Çıxartdım əynimdəki paltarını, bir paketə atdım, əynimi geyindim, çıxdım. Sabah gəlirsən, dedim, səhər bu gəlir. Gəldim, elə çox, çox belə interesdir. Onu mən izah edə bilmirəm, axın halı idi. Gəldim, gecəni belə üzü üstə uzandım evdə ki, ürəyim məni imkan vermirdi yerimdə sakit yapmaq. Elə həyətə çıxıb bir siqaret çəkib, qayıdıb arxası üstə. Elə ki, hava işıqlanmağını gözləyirdim. Çıxım evdən. Çıxdım mən, gəldim. 20 yanvarda parkın, təzə park var orada. Oturmağa yer axtardım, oturdum, siqaret çəkdim orada. Gəldim. 99 var. Ər-Riyad deyilən yerə. Oturdum o marşruta. Gəldim, onunla da yolda düşdüm. Masazırın kuruğunda düşdüm. Düşdüm orada. Oturdum xeyli orada bir. Fikirləşdim ki, bu axşamki fikrimlə mən bunu yandırıb izitirim. Dovşan zat deyik. Fikirləşdim, mən oradan polisə gəlirdim. Sözünə çarçağı buranın yerini bilmirdim. Hardadır? Bir tərəfdən fikirləşdim, gedim o Vüsal orada qalan axırana deyəm. Deməyimin məqsədi o idi ki, uşağım o tərəfə keçməz. Qaçırlar, körpədirlər, qorxar, ağzı başa edir. Gəldim Vüsala, dedim ki, bəs axşam mən sənə yalan dedim. Nasir İsara girdim. Belə oldu, Allah ağlım aldı, dedim, öldürdüm onu. Kanterinin axırında dedim, samanlıqdadır. Buna dedim, sən nə dedi, nə oldu? Nöşün. Dedim, nöşünüz adı da aktardı, mən gedirəm polisə. Dedi, deyən zəng eləyim. Burada bir nəfər o sahəyə baxan adam nömrəsi varmış. Tapa bilmədi nömrəni. Elə ağır səslə axtardı, şeylədi. Dedim, mən gedirəm. Getdim mən. Çıxdım yolun qırağına, keçdim. Bəri, Xırdalana doğru gələn tərəfə bir maşını əl elədim, 07-yə saxladım. Dedim, polisi tanıyırsınız, dedi, qayi yoxsa, dedim, Rayedli, tanıyırsan. Dedim, getdik. Dedi, otur. Gətirdim, Rayedlinin qarşısında saxladım. Taksini yola saldım. Yaxınlaşdım. Praxadın oydan növbətçi polisə ki, bəs kimə yaxınlaşa bilərəm? Dedi, nədir, nə məsələdir? Dedim, cinayət etmiş. Nə cinayət? Dedim, adam öldürmüş. Heç girdi qoluma, qalxızı yuxarı. Mayın 31-də təqsirləndirilən Tahir Məmmədovun ifadələrini hadisə yerində yoxlamaq məqsədi ilə istintaq eksperimenti keçirilib. O, ayın 25-dən 27-sinədək olan müddət ərzində şirkətin ərazisində uçmuş hasarı yenidən tikmək üçün gördüyü işi nümayiş etdirməklə göstərib ki, günorta vaxtı onun araq içməsini Nasir Paşayı görməyib.
Mühafizəçi gedəndən sonra onlar şirkətin ərazisində ikisi qalıblar. Vüsalın sözlərindən sonra o həqiqətən bir şüşə pivə içmək istəyib və bu səbəbdən ofisin içinə daxil olub. Pivəni götürüb çıxandan sonra isə onu elə işlədiyi yerdə içməyə başlayıb. Bu an Tahiri şirkətin rəhbəri görüb və narazılığını bildirməklə ondan çıxıb getməsini tələb edib. Belə olan təqdirdə Məmmədov getməyə hazırlaşıb, amma əvvəlcədən işlədiyi günün əmək haqqısı olan 20 manat pulunu istəyib. Cavab olaraq müdir dəfələrlə ona veriləsi pulu olmadığını vurğulayıb. Məhz bu amil Tahir Məmmədovu cinayəti törətməyə vadar edib. Siz hara gittiniz? Geldim. Olsa doğru. Ne için olsa doğru gittiniz? Olsa doğru. Siz oradan nasıl geldiniz? Oraya gittiniz. Elindeki balkanı oradan oldu. Ben. Ben suya koyacağım. Sahip çıkmasın. Balkanı koyacaksınız. Yine sarmış şiştiniz. Saptan çıkmasın. Balkanı oradan koyup getirip işte geldim yakınlaştırmışlar. Arada yakınlaştınız. Ve oradan çıkıp nasıl orada oturmuştu? Ben ona başlayacağım. Siz orada oturmuştunuz. Dediniz ki bugünkü Zəhmət Haqqı o bugün çalıştırdım. Birim maaşını verir. Yani düşündüm bu artıq saat 8'dir. Ben de saat 8 artıq mən içmişəmsə də, yemişəmsə də Sen verecek paranı kurulu oturdu. Kim dedi? Nasır paranı. Burada oturdu. Yani burada oturduğu yerden Somali'de verecek paranı yok. Gel. Gel diye ben əynimi dəyişmək üçün içəri keçdim. Paltar neredeydi? Burada girdim. Burada mı? Burada dayanmıştı, bu şey burada. Evet. Bunun arkasına atmıştım. Paltar. Ben kabanım da böyüdü. Ben. Götürdünüz Buradan paltarları. paltarlarını götürüp geçtim ona. Ben. Əynimi dəyişmeye. Bunun mənə verdiği cavablar. Mənim buradan rədd olmağım, qovulmağım. Yəni ki, mənim rədd oldum deyə mən gedib evə axşam deyə bilmirəm ki, mən rədd oldum. Evdə izah edə bilməyəcəksiniz. Onu mən evdəkilərə izah eləmək mən biraz həyəcanlandırdı, çox özümü pis hiss elədim. Yəni pulsuz evə getməyi. Getdim mən evdəki ged izah eləcəklər ki, qovuldun, indi niyə gəlirsən? Yəni ki, bu hal bir neçə dəfə məndə evdə hal baş verir. Buradan paltarı götürdünüz, hara gittiniz? Ofisə keçdim. Nasır Paşa oturmuşdu çöldə. Aha, oturmuşdu çöldə. Nasır Paşa'yı buradan. Hardan? Buradan Nasır Paşa'ya əlindəki paltanın arxa hissəsiyle başına zərbi. İçəri tutmuşdu baltanı. İçəri tutub başına zərbi. Pəncərədən sonra bir zərbi indirəndən sonra çıxdım. Çıxdım, mən onun ayağından tutub, həmam bu qapı ilə üzləri sonra hamama gətirdim. Hara getirdiniz? Çöldə tutdunuz ayağından tutub, belə. İlk momentdə gətirib hamama salıb belə. Bu qapını tutdum. Saldınız hamam qapını çıxdınız çöldə, sonra? Onu buradan çıxartmağı Fikirləşdiniz ki, hara çıxartmaq istədiniz? Aparıb çöldə görsəm deyirəm. Görəm. Aynen. Sonra ne oldu? Arabanı götürüp Hansı araba? Haradaydı? Haradaydı araba? bu konteynerleri Konteyner yerinde. Gidin gösterip görün araba haradaydı? odur. Moskaların yanında görüyoruz. Moskaların yanında olan arabayı getirdiniz. Bu arabanı getirdiniz. Arabaya koyup buradan çıkardınız. Arabayı getirdiniz, koydunuz içeri ki sonra onu arabaya Onu arabaya koyuyor. Sağlamamalar. Orada ben onu kaldırdım. Dükkan ilerlemedim arabaya. Böylece arabaya koydum araba başladı. Arka hisseden araba başladı. Çıktım çöle. Çıktınız çöle. Bunu kesmeye. Gitmeye geldim. Meyidi içəri ofisə gətirəndən sonra Tahir Məmmədov şirkətin ümumi giriş qapısını bağlayıb. Gözü arabaya sataşıb. Onu gətirib mərhumu ora yerləşdirmək istəyib, amma bacarmayıb. Digər otağa keçərək oradan bıçaq götürüb və onu bir neçə hissəyə bölmək qərarına gəlib. Nəzərdə tutduğunu edəndən sonra o cəsədi arabaya qoyub və gözdən uzaq olan yerə getirib. Hemen bak bu şekilde ben bana bağlı gece vakti buradan böyle aktarmaya başladım. Buradan bıçak geçti elime. Haradan bıçak? Bıçak var buralardan. Bu kapını örtün. Önce onun başını. Neyle kestiniz? Bıçakla hemen eldamından takılır. Bıçakla. Böyle kesip sümüyü elimdeki taş baltasıyla böyle
sonra bedenin ayağından Bəli. Yenə- Hamısı bu hamamda elədi. Bəli. həmçinin burada. Sonra Sonra onu kaldırıp arabaya yine koyarlar. Keşke bu sol sağ taraftaki ucundan ortada evet, burada var. Palatka vardı. Geçtim bu otağa, burada palatka vardı. Burada palatka var. Değil, dibdeydi. burada dibdeydi. Bəli. Bu şeylerin altındaydı. Evet. Palatka. Ben onu iri bir meşak kimi hissederdim. Götürdüm palatka. Palatkadır. Götürüp beraber koyardan sonra paketlerin biri var. O paketlerden var. Paketlerden 3 tane aldım. Ahmet hisse paketlere koydum. Bəli. Arabaya. Bəli. Yani bir palatkanı da üstüne örttüm. En sonuncu kantinini Meyitin üstünde yaşıl renkli kahverengi durdu. Bəs kahverengi nereden götürdünüz? kavralık burada. Ayağa baktım. Harada? Burada. Ha, kahverengi buradaydı. Kavralık Bəli. Burada, oradan götürdünüz. Düştünüz, koydunuz arabaya, sonra hara gittiniz? Arabaya buradan en sonuncu kantinini. Mərhuma od vurandan sonra ərazini tüstü bürüyüb. Həmin an qapını döyən tanımadığı bir şəxs Vüsalı soruşandan sonra ondan odu söndürməyi xahiş edib. O bir neçə vedrə su gətirib ora tökərək alovun qarşısını alıb. Məlum olduğu kimi Nasir Paşayını qətlə yetirəndən sonra Tahir Məmmədov onun üstündə olan 100 manat pul götürüb. Arabanı aşırdınız. Aşırdım bu otun üstüne. Bəli. Otun üstüne aşırandan sonra zajgal kaylarına Neye ot el verdiniz? vurdum. Bu samana. Ha, ot verdiniz. Fikrimde diyor ki, yese yandırın. Bəli. Bu yanandan sonra bu yanandan sonra buradan bu Ot qalxdı. divarın üstünden elə bir ot külək püskürürdü yola. Külək püskürünü diyorlar, aha. Bunu hiss elədim məsələn. Başqa kiməsə yenə qədərsiz toxundurmamaqdı. Məsələn, buradan vedrə tapdım. Hardan Vedrə- götürdünüz? Vedrə orada o Ha. plastiklər Ha, qapının bir altında dakika, duran suyu plastikin hardan altında. götürdünüz? Suyu elə bu O kubiklərlikdə bir gölməçədən gölməçədən götürdünüz. götürüb. Yarı yolu gəlmişdim, qapı döyüldü. Qapı döyüldü. Vüsal deyə çağırırdılar. O kim idi? Yaxınlaşdım, o adam hələ ki onun kim olduğunu bilmədim. Vüsal dedi, dedim Vüsal yoxdur. Bəli. O nədir yandırmısan orada? Dedim söndürürüm. Bəli. Geri dönüp gelip bu vedranı boşaldım, ikinci vedranı getirdim. Evet. Boşaldırdım. Zərb geldi. Götürdüm ki Vüsal. Vüsal zərb. Hardasın, gel kapını aç. Qapını aç. Hansı qapını aç yani? Yani giriş darvaza kapısını aç. Darvazı qapısını kim bağlamışdı? Ben içeriden Ne vaxt bağlamışdınız? Hemen bu hadisəni törədəndən sonra ben Ha, kapını burandan sonra qapını bağlamışdınız. Aydın. İndi bu adamın Nasir Paşayını burada gətirib yandırmaqda məqsəd nə idi? Ne üçün burada gətirdiniz? bu gecəki vurmayan ağlımdan yandırıp yani iz itirmək. İz itirmək. Evet, sonra söndürəndən sonra Bəli. Vüsal geldi. Nasir'i soruşdu. Hanım. Vüsal harda soruşdu? Burada. Xeyr, darvazanın düz ağzında. Ağzı- Elə ki akşam idi. Bazı giriş qapısı lazım. Saat neçə 10 olardı, ona qalmış olardı. Qaranlıq bir şəraitdəydi. Nasir də zəng elədilər. Ya bilmirəm, kimsə gəldi, ya özü oturdu, getdi, bilmirəm. Dedi, maşını gəlib səhər getirirəm. Hə. Belə ona məlumat verdim ki, biz belədir. Mən də dedim, elə işimlə məşğul olmuşam, da gedim də, geçdi. Sən də gəldin, mən dedim elə. Mən yumuşdum, necə, əyərimi, yüzümü yumuşdum. Əlimi nəyəsə vurduğumsa yaxalayıb, o dəridə, kontirədə doğru bir kran var. Hə. Orada yaxalayıb, bayaq göstərdiyim əldamına keçib. Orada əynimi dəyişdim. Siz Nasir Paşayın cibinə nə vaxt baxdınız 100 manatını götürmüşdünüz? Mən içəridə onu doğrayan zaman cibimdə kaşloku düşmüşdü. Ha, kaşaloku düşmüşdü, onun için Orada aralanmışdı belə 100 manatı var. Gördünüz mü? 100 manatı yok. Başka 100 pul yok manatdan mu? Başqa orada heç nə yox. Başka heç qiymətli şey götürmüşdünüz. Qiymətli əşya heç nə olmuyor, sənəd olur. Sənəddən Sanatlar ayrı var. heç nə. Hə. 2010-cu il noyabrın 27-sindən dekabrın 29-na dək Tahir Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib. Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bilib və cinayəti istintaq zamanı göstərdiyi səbəbə görə törətdiyini təsdiq edib. Zərər çəkən tərəfin nümayəndəsi qəzetlərə açıqlamasında məhkəmənin obyektiv araşdırma aparmadığını bildirib. Onun sözlərinə görə iş adamını Tahir Məmmədov tək öldürməyib. Bu səbəbdən zərər çəkən tərəf cinayət işinin yenidən istintaqa qaytarılmasını və Nasir Paşayının ölümündə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib. Məhkəmə iclaslarında ifadələr dinlənildikdən sonra tədqiq olunan sübutlar toplusuna qiymət verən məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, Tahir Məmmədov
xüsusi amansızlıqla və tamah məqsədi ilə adam öldürmə cinayətlərini törətdiyindən onun əməli İbtidai İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.5-ci maddələri ilə düzgün ixtisaslaşdırılıb. 2010-cu il dekabr ayının 29-da 1969-cu il təvəllüdlü Tahir Məmmədov ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.